إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli qardaş və bacılarım, hörmətli dinləyicilər, biz keçən dəfə Peyğəmbər sallallahu aleyhi və səlləmin dəstəmaz alma formasını qeyd etmişdik. Bugün də həmin hədisin Osman radiyallahu anhunun bizlərə çatdırdığı Peyğəmbərin sallallahu aleyhi və səlləm dəstəmaz vəsfinin, sifətinin davamını qeyd edəcəyik. Belə ki, biz həmin hədisdə qeyd etmişdik ki, Osman radiyallahu anhun dəstəmaz alma forması birinci əllərini üst dəfə yudu, sonra ağzını, burnunu yaxaladı və sonra isə burunda olan suyu xaric etdi. Sonra üzünü üst dəfə yudu, sonra sağ əlini dirsəyinə qədər üst dəfə, sonra sol əlini dirsəyinə qədər üst dəfə və sonra isə başdan məs çəkdi və sonra isə sağ ayağını topuqlara qədər yudu və sol ayağını da eyni ilə topuqlara qədər yudu və dedi ki, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin aldığı dəstəmazdır, onun bu şəkildə dəstəmaz aldığını gördüm. Və sonrası Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünü qeyd etdi ki, Allah Rasulü sallallahu aleyhi və səlləm buyurub ki, kim mənim dəstəmaz aldığım kimi dəstəmaz alar, sonra qəlbindən dünyəvi düşüncələr keçirtmədən 2 rükət namaz qılarsa, Allah ona keçmiş günahlarını əfv edər. Deməli, bu hədisin növbəti məsələlərindən ibadətlərin yəni təşriyində, qoyulmasında şəriətin hikməti və şəriətin rəhməti. Yəni, nədir bu? Biz baxsaq görərik ki, insanda çox tük olmayan hissələr, çox tükdən ibarət olmayan hissələr, şəriət əmr edib ki, həmən hissələr yuyulsun. Üz kimi, əllərin dirsəklərə qədər yuyulması və həmçinin ayaqların topuqlara qədər yuyulması. Həmən hissələr yuyulur, hansı ki, bu hissələrdə deməli, tük yoxdur, varsa da azdır. Lakin elə hissələr var ki, orada tük çoxdur, hansı ki, baş buna daxildir. Təbii ki, başında saç olmayanlar istisna, lakin əksər hallarda insanların başlarında tük olur. Bununla yanaşı, lakin şəriət yenə də məs etməyə əmr eləyib. Yumağı deyil, məs etməyə əmr eləyib. Və bu da onun sübutudur ki, bizim dinimiz ağılla hərəkət etməyi buyurmayıb. Yəni, insan bu din ağılla deyil, insan bunu öz düşüncəsi ilə, fikri ilə bu dini ölçüb biçə bilməz. Əgər ağılla olsaydı, onda ağın insana çox şey deyir. Yəni, məhz ayağın üzərinə deyil, xofun və yaxud da corabın üzərinə deyil, ayağın altına çəkilməsi, corabın altına çəkilməsi, xofun altına çəkilməsi daha məqsəd uyğundur və həmçinin də başa məsin edilməsi, ağılla insan oturub fikirləşsə, yumaq daha yaxşıdır. Çünki saçların arasında çoxlu çiş yığıla bilər, toz yığıla bilər və s. və ilaxır. Lakin dinimiz, şəriət əmr edib ki, hətta başda tük olsa da belə, saç olsa da belə və istərsə də keçəl olsun, hər bir halda ikisində də başa məs çəkilir. Və Allah həmd olsun ki, burada saçın yuyulması zamanında bəzi məşəqqətlər ola bilər, çətinliklər ola bilər. Onlardan biri, əgər insan məs əvəzinə saçını yuyarsa, məsin əvəzinə, təsəvvür edin ki, saçını yuyandan sonra soyuq bir havada, qış fəslində havaya çıxsa, bayıra çıxsa, insan xəstələnə bilər. Və həmçinin insan saçını yumaqla bütün bədənini su ilə bulaşdıra bilər. Yəni, bütün bədəni suya bulaşmış olar, yaş ola bilər onun paltarları. Və hər bir halda Allah həmd olsun, yəni dinimiz belə bir məsələdə, dəstəmaz məsələsində əmr edib ki, başlara məs edilsin. Və əgər bir nəfər soruşsa ki, bəs nə üçün cənabət qüsülündə yəni, saçın yuyulması vacibdir, amma dəstəmazda yox? Cavab olaraq qeyd edib ki, alimlər, cənabət yəni hədəsi, yəni o cənabətin çirkliyi böyük və kiçik bayıra çıxma hədəsindən yəni daha böyükdür, daha ağırdır. Yəni cənabət böyük və kiçik bayıra çıxmadan daha ağırdır. Və buna görə də qeyd edib ki, alimlər, əgər insan kiçik və böyük bayıra
misal üçün çıxsa belə, o insan yəni xofların üzərinə, corabların üzərinə məs çəkməyə ona icazə verilib. Lakin cənabət halında onlara isə məs etmək icazəli deyil. Çünki cənabət daha ağır bir haldır və ona görə insanın yuyunması lazımdır. Başını və ayaqlarını yuması lazımdır. Həmçinin cənabət dedi ki, böyük və ya kiçik bayra çıxmaqdan daha ağırdır və ona görə də insan cənabətli olduğu halda Quran oxumaq ona qadağan edilib. Lakin insan ayaqyoluna gedərsə və oradan çıxarsa, böyük və kiçik bayra gedərsə və bu kimi hallarda ona Quran oradan çıxdıqdan sonra yəni əllərini yudu, təmizləndi. Ondan sonra həmin insanın Quran oxumağında heç bir qəbahət yoxdur. Və bu buna qadağan edilməyib. Təbii ki, yaxşı olan odur ki, üstün olan olur ki, insan dəstəmazlı şəkildə Quran oxusun. Lakin insan dəstəmazlı şəkildə Quran oxusa da, yəni bu onun üçün icazəlidir. Və hədisin digər məsələlərindən deməli, sağ və sol ayağı yuyanda ardıcıllıq vacibdir, yoxsa ki, yox. Hansı ki, biz bunu əvvəldə qeyd eləmişdik ki, sağla sol əli yuyanda tərtibin pozulmasına heç bir eyb yoxdur. Yəni, insan tərtibi pozsa, buna görə heç bir günah daşımır və həmçinin də dəstəmazı keçərlidir, doğrudur. Və ayaqlarda da belədir. Ayaqların topuqlara qədər yuyulmasına da belədir. Yəni, tərtib vacib deyil. Və biz əllərdə qeyd eləmişdik ki, 2 əl olsa da, lakin bir üzv sayılır və burada da 2 ayaq olsa da, lakin bir üzv sayılır, ayaq üzvü sayılır. Və ona görə də solun sağdan önə keçirilməsi yəni icazəlidir və tərtibin pozulmasında heç bir problem yoxdur və tərtib qeyd edildi ki, vacib deyil. Və növbəti məsələ isə ayaqların yuyulmasında yuyulma topuqlara qədər çatdırılmalıdır, bu vacibdir. Yəni topuqlar yuyulmanın içərisinə daxil olmalıdır, topuqlar da yuyulmalıdır. Necə ki, biz bunu dirsəklər barəsində keçən dəfə qeyd eləmişdik. Və sonra isə bu hədisin faydalarından öyrədən üçün, müəllim üçün yəni gərəkli olan odur ki, bəyənilən odur ki, öyrətdiyi elmi Peyğəmbərin sallallahu əleyhi və səlləm sünnəsinə dayandırsın. Necə ki, Osman radiyallahu anhu, Allah ondan razı olsun, bunu eləmişdi. Yəni Osman radiyallahu anh dəstəmaz alıb qutarandan sonra dedi ki, mən Allah Rasulü sallallahu əleyhi və səlləmi belə dəstəmaz alan görürüm. Deməli, birbaşa Peyğəmbər sallallahu əleyhi və səlləmə isnad elədiyi hərəkəti, gördüyü işi birbaşa Peyğəmbərə sallallahu əleyhi və səlləmə isnad etdi. Yəni, hətta o birbaşa da deyə bilərdi ki, şərii dəstəmaz, buyurulan dəstəmaz, əmr edilən dəstəmaz bu şəkildədir. Bu kifayət eləyərdi. Yəni, çünki o sahabə idi və ədalətli birisidir, xəlifədir və hər bir kəs onun sözünü belə dedisəydi qəbul edəcəkdilər, ətrafında olanlar. Lakin bununla yanaşı, yəni buna baxmayaraq dedi ki, yəni Peyğəmbərin sallallahu əleyhi və səlləm məhz mənim bu dəstəmazım kimi dəstəmaz aldığını gördüm. Və buna görə də öyrədən şəxs üçün öyrətdiyi elmi Peyğəmbərin sallallahu əleyhi və səlləm sünnəsinə isnad eləməsi, nisbət eləməsi daha uyğundur. Və bunun bir neçə faydası var. Bir, müəllimin mövqeyinin güclənməsi, yəni bu o deməkdir ki, yəni müəllim əgər tələbi bu sözü çatdırırsa, deməli müəllim bunu öz kisəsindən demir, özündən demir. Əksinə Peyğəmbərin sallallahu əleyhi və səlləm sünnəsinə əsaslandığını bəyan edir. İkinci, elmi qəbul edən şəxsin öz elmində Peyğəmbərin sallallahu əleyhi və səlləm sünnəsinə isnad etməsi və bununla da onun Rasulullah sallallahu əleyhi və səlləmə tabe olmasının reallaşmasıdır. Yəni sən tələbəyə öyrədirsən ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə tabe olmaq lazımdır. Deməyin ki, Allah Rasulullah sallallahu əleyhi və səlləm bunu edib və yaxud da Peyğəmbər sallallahu əleyhi və səlləm belə edərdi. Deməli, həmən insanda artıq nəyi formalaşdırırsan? Peyğəmbərin sallallahu əleyhi və səlləm sünnəsinə tabe olmaq, tabeçiliyi onu öyrənirsən. Üçüncü fayda isə Peyğəmbər sallallahu əleyhi və səlləm sevgisi və onun zikrinin qəlbdə yenilənməsidir. Yəni, əgər biz bir məsələni deyiriksə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə edib, yəni biz artıq onun Peyğəmbər sallallahu əleyhi və səlləm bir daha yad edirik və ona olan sevgimiz bir daha artır. Çünki insan sünnədən hər hansı bir şeyi yerinə yetirdikdən sonra
Resulullah'a sallallahu aleyhi ve selleme tabi olduğunu özündə istihdar eləyərsə, canlandırarsa, şübhəsiz ki, Resulullah sallallahu aleyhi ve sellem zikri onun qəlbində yeniləcək, təzələnəcək və Peyğəmbərə sallallahu aleyhi ve sellemə qarşı olan sevgisi daha da artacaq. Ona görə bu məsələ mühümdür və bu məsələni yəni həm yəni elm öyrədənlər, həmçinin də yəni ibadət edənlər, abid insanlar bu məsələni hər bir zaman özlərində istihdar eləməlidir. Hər bir zaman bunu özlərində canlandırmağa çalışmalıdırlar. Və əgər yəni sən dəstəmaz, namaz və digər əməllərlə Allah'a ibadət eləsən, iki şey qəlbində hazır elə. Birincisi, səmimiyyət, Allah üçün elədiyin ibadət Allah üçün olacaq, ixlasla bunu yerinə yetirəcəksən. İkincisi isə Allah Rasuluna sallallahu aleyhi ve sellem tabi olmaq. Yəni bu iki şeyi qəlbində hazır eləməyin məqsədi budur ki, sən iki şəhadəti la ilahə illallah, Muhammedən Rasulullah, Allahdan başqa ibadətə layiq olan haqq məbud olmadığına və Muhammedin sallallahu aleyhi ve sellem Allahın Rəsulu olduğuna, yəni həmin o şəhadəti özündə, qəlbində canlandırmış olursan. Və bəzən görürük ki, yəni bəzən bu şeylər bizim yadımızdan çıxır, dəstəmaz alırıq və yaxud da namaz qılırıq, hər hansısa bir ibadətlərlə məşğul oluruq və bəzən bu şeyləri unuduruq. Lakin bilmək lazımdır ki, insanın həqiqi bir, yəni abid, tabi olan qul səviyyəsinə çatması üçün bunu mütəmadi olaraq canlandırması və hiss eləməsi gərəkdir. Hər ibadətinə la ilahə illallah, Muhammedən Rasulullah kəlməsini hər ibadətində onu özündə yəni canlandırmalısan, özündə onu hiss elətdirməlisən. Ki, ibadət yalnız Allah üçün olacaq, başqalarının özü üçün deyil və həmçinin ibadətin Peyğəmbərin sallallahu aleyhi ve sellem gətirdiyinə uyğun olacaq. Həmçinin bu hədisdə qeyd edə bilərik ki, dəstəmaz alan şəxs üçün müstəhəbdir, bəyəniləndir ki, qıldığı dəstəmazından sonra 2 rükət namaz qılsın və qıldığı 2 rükətdə qəlbinin ora-bura yayınmamasına həris olsun, buna çalışsın. Çünki hədisdə qeyd olunur ki, dünyəvi işlər barədə danışmadan qılarsa 2 rükət, Allah onun keçmiş günahlarını əfv eləyər. Deməli, insanın 2 rükət namaz qılması, dəstəmaz alandan sonra günahlarının bağışlanması üçün səbəbdir və biz bununla, necə ki, İbn Hüseyn Rahimullah buyurur, səbəblərin varlığını ispat edirik və onların nəticələrə təsirini təsdiq edirik və doğru olan da budur ki, səbəblər var, sabitdir və onların öz nəticələri üzərində bir təsiri var. Lakin onların, yəni səbəblərin təsiri zatıdırmı? Yəni özü özünə təsir eləyəndirmi səbəblər? Yoxsa ki, Allahın onlara bəxş etdiyi güc sayəsində həmin təsirlər baş verir. Şübhəsiz ki, istər şərii, istər yəni təbii, istərsə də hissi səbəblər olsun, təsir Allahın onlara verdiyi gücləndir. Təsir Allahın səbəbləri verdiyi gücləndir ki, həmin deməli səbəblər təsir eləyir. Və bir qrup insanlar səbəbləri tamamilə inkar ediblər. Hətta deyiblər ki, kim baş verən hadisələr üçün bir səbəb olduğunu iddia eləyərsə, o insan müşrikdir. Çünki o Allahla bərabər başqa bir yaradıcı qəbul eləmiş olub və digər bir qrup isə bunun tam əksini iddia eləyərək səbəbləri mütləq şəkildə qəbul eləyib və onların öz-özünə təsir etdiyini qeyd ediblər və bunlar da alimlər qeyd edirlər ki, təbiətçilərdir. Onlar elə hesab edirlər ki, səbəblər mövcud olduqda nəticələrin baş verməsi mütləq də vacibdir. Və doğru budur ki, səbəblər adından da göründüyü kimi bir səbəbdir. Onları səbəb eləyən uca Allahdır. İstər şərii, istərsə də təbiət, səbəblər olsun. Əgər bir maniyə varsa səbəb təsir göstərə bilməz. Məsələn, odun yandırıcı olduğu məlumdur. Yəni, od insanın yanması üçün bir səbəbdir. Lakin elə bir maddə, elə bir boyu ola bilər ki, insan onu bədəninə çəkdikdə odda yanmaz. Çünki burada bir maniyə var. Və bu həmin cismin yanma qabiliyyətinin olmamasına görə deyil.
Yəni cisim əslində yana biləndir od, lakin maneənin olması nədir? Yanmağa mane olur. Və ona görə də Şeyxülislam İbn Teymiyyə rahimehullah Məcmu-ül Fətavada buyurur ki, sufi təriqətlərindən olan bir nəfərin şeyxi ilə dinin bəzi məsələlərində münazirə eləyirdik. Həmin şeyx, həmin şəxs Şeyxülislam İbn Teymiyyə rahimehullaha meydan oxuyaraq deyir ki, biz böyük bir od yandıracaq və ora daxil olacaq. Bizdən kim yanmasa o haqlıdır. Kim yansa o səhvdir. Və Şeyxülislam İbn Teymiyyə Allah ona rəhmət etsin, ona zəki bir cavab verir. Deyir ki, bəli, mən oda girməyə razıyam, lakin bir şərtlə. Sən oda girməzdən əvvəl çayda yuyunmalısan. Çünki Şeyxülislam Allah ona rəhmət etsin bilirdi ki, bu xəbis adam yanmağa mane olan bir maddə var, onu bədəninə sürtüb, bədənini onunla yağlayıb və oda daxil olsa yanmaya bilər. Və lakin əgər oda girməzdən əvvəl yuunsaydı, həmin maddə yox olardı və beləcə insan orada yanacaqdı. Lakin, yəni, subhanallah, sonda həmin insan məğlub olur və geri çəkilir və deyir ki, bu sənə aid olan məsələ deyil. Yəni, beləcə, yəni, nə qədər batıl olduğunu bir daha insanlara nümayiş etdirir, insanlara göstərir. Deməli, bu onu göstərir ki, səbəblər Allahın onlarda yerləşdirdiyi təsir gücü ilə onun bir təsiri var və buna görə də maneələr mövcud olduqda səbəblər təsir eləmir. Və bizim hamımıza məlumdur ki, Xalilullah, İbrahim Peyğəmbər hadisəsində düşmənlər onun üçün çox böyük bir atəş yandırdılar. Hətta deyilir ki, onu atəşə atmaq istədikdə kənardan mancaqla atdılar. Yəni o qədər hərarəti güclü idi ki, yaxınlaşmaq olmurdu. Və deməli, lakin o atəşə atıldıqda İbn Abbasdan rəvayət edildiyi kimi, Allah ondan razı olsun, dedi ki, İbrahim Peyğəmbər, Həsbunallah və ni'məl vəkil. Allah bizə bəs eləyər, ona gözəl, qoruyan da nə gözəl vəkildir. Allah nə gözəl vəkildir və beləcə Allah onun köməyi oldu. Allah Teala atəşə dedi ki, Ya naru ey atəş, kuni bərdən və sələmən alə İbrahim. İbrahimə qarşı İbrahim üçün sərin və salamat ol. Ənbiya surəsi 69-cu ayə. Və beləcə uca Allah həmin atəşə, həmin oda sərinlik verərək, salamatlıq verərək İbrahimi yandırmadı. Ona görə də biz səbəblərin haqq olmasına, sabit olmasına şübhə eləmirik. Əgər bugün kimsə onları inkar etməyə qalxsa, insanlar onu dəlillərdən hesab edərlər. Çünki bu açıq aydın bilinən bir məsələdir ki, səbəblər var, mövcuddur və onların Allahın izni ilə təsiri ola bilir. Yəni bəzən maneələr ola bilər ki, həmin səbəblər təsir eləməsin. Və ona görə də insan günahlardan bağışlanmağını istəyirsə, o səbəblərdən biri də gözəl şəkildə dəstəmaz alıb 2 rükət namaz qılması və bu namazında dünyəvi işlərdən heç bir şey fikirləşməməsidir. Burada günahların əfv edilməsi, Allah daha doğrusunu bilir, kiçik günahlara aiddir. Çünki məlumumuz olduğu kimi böyük günahlar üçün tövbə lazımdır. Və sonrası bu hədisin növbəti məsələlərindən həmin bu hədisdə üzvlər arasında ardıcıllıq var. Deməli, nədir o? Əllərin biləklərə qədər yuyulması, sonra ağza, buruna su alınması və burundan suyun xaric edilməsi, üzün yuyulması, əllərin dirsəklərə qədər yuyulması, başa məs edilməsi və həmçinin də ayaqların topuqlara qədər yuyulması. Yəni, qulaqlara məs etməyə qeyd edemədim, çünki bu hədisdə bu qeyd olunmayıb, lakin dedik ki, qulaqlara məs etmək də yəni sabitdir, mövcuddur. Yaxşı, bəs bu üzvlər arasında ardıcıllıq vacibdir, yoxsa ki, yox? Yəni, qeyd edədiyimiz kimi üzün yuyulmasından ayaqların topuğa qədər yuyulması vacibdir, tərtib, yoxsa ki, insan bu tərtibi poza bilər? Cavab olaraq, elm əhli qeyd edir ki, əllərin dirsəklərə qədər baş və ayaqlar arasındakı ardıcıllıq vacibdir. Yəni, əllər üzdən sonra əllər dirsəklərə qədər yuyulur və sonrası başa və qulağa məs çəkilir və sonrası ayaqlar topuqlara qədər yuyulur. Bu tərtib vacibdir.
Və kim bu ardıcılığı, kim bu tərtibi qəsdən pozsa, yəni onun həmin üzvü təmizləməsi səhih sayılmaz. Yəni məsələn, misal olaraq insan ayaqlarından başlayır, ayaqlarını topuğa qədər yumaqdan başlayır, gəlir ta ki üzünü yumağa qədər və üzünü də yuyur. Və belə bir halda yəni əks şəkildə dəstəmaz almaq, alimlər qeyd edirlər ki, belə bir halda insanın dəstəmaz alması düzgün deyil. Lakin bir insan bilməməzlik üzündən, cəhaləti üzündən sıranı tərsinə eləyərsə, yəni ayaqlardan gəlir üzünü yumağa qədər. Və bu əsnada kimsə ona desə ki, ey filan kəs, sən xəta edirsən, düz eləmirsən belə şəkildə dəstəmaz almağında, deməli, alimlər qeyd edirlər ki, bu halda onun yalnız üzünü yuması birinci üzv kimi səhih sayılır. Yəni, əgər ayaqları yumaqdan başlayıb ta üzünü yumağa qədər gəlib çıxıbsa, üzünü də yuyubsa, burada artıq onun üzünü yumağı səhih sayılıb, amma digərləri səhih sayılmır. Digərləri doğru sayılmır. Deməli, artıq nə edir? Üzünü yumaq onun üçün səhih sayılıb, doğru sayılıb, ondan sonra keçir nəyə? Qollarını yumağa, yəni əllərinin dirsəklərinə qədər, sağ əlini dirsəyinə qədər, sol əlini dirsəyinə qədər yuyur, başına qulaqlarına məsək və sonra nədir? Ayaqlarını topuqlarına qədər yuyur, beləcə bu ardıcılığı tamamlamış olur. Ona görə də burada tərtib vacibdir, tərtibi pozmaq olmaz. Bir nəfər desə ki, yaxşı, nə üçün siz bu tərtibi müstəhəb olaraq, bəyəndən olaraq qəbul edəmirsiniz? Yəni, insan ayaqdan başlayıb, üzə qədər gəlməsində nə problem var ki? Yəni, zaten onsuz da ki, bu insan bütün dəstəmazda tələb olunan üzvləri yuyub, yəni, başa məs çəkməkdir, qulağa məs çəkmək deyirsinizsə, çəkib, əllərini dirsəklərə qədər yumaq deyirsinizsə, yuyub. Cavab olaraq, elm əhli buyurur ki, birinci, bu məsələ elə bir məsələlərdəndir ki, yəni, Allah Subhanahu wa ta'ala, uca Allah bunları önə çəkib, biz önə çəkməmişik. Allah Quran-ı Kərimdə, kitabında önə çəkdiyi üzün yuyulmasıdır, əllərin dirsəklərə qədər yuyulmasıdır, başa məs çəkilməsidir və həmçinin də ayaqların yuyulmasıdır. Bu tərtib Allah tərəfindəndir. Və biz həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm həyatına baxsaq, vida həccində tavafını bitirib Səfa təpəsinə yaxınlaşanda dedi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm, İnnə Səfa vəl Mərvətə min şəairillah. Həqiqətən Səfa və Mərvə Allahın nişanələrindəndir. Və bu ayəni oxudu və dedi ki, Əbdəu bimə bədə Allahu bih. Allahın başladığı ilə başlayıram. Və başqa bir rəvayətdə isə deyilir ki, İbdəu bimə bədə Allahu bih. Allahın başladığı ilə başlayın. Peyğəmbər sallallahu əleyhi və səlləm bunu buyurur. Və beləcə Peyğəmbər sallallahu əleyhi və səlləm Allahın ayədə başladığı şeylə başlamağa işarə eləmişdi. Ona görə də bizim dəstəmazı bu şəkildə almağımız Allah necə əmr edibsə, necə başlamaq lazımsa elə başlayırıq. Lakin qüsüldə isə, cənabət qüsüldə isə təbii ki, bu ardıcıllıq tərtib vacib deyil. Çünki qüsüldə alimlər qeyd edirlər ki, bütün bədən vahid bir üzv sayılır. Allah Teala buyurur ki, وَاِنْ كُنْتُمْ جُنُبًا فَاتَّهَّرُوا. Əgər cünub olsanız, deməli nədir? Təmizlənin, qüsl alın. Və həmçində belə etməkdə şəriətə yenilik gətirmək ola bilər bu əməl. Yəni Allahın əmr eləmədiyindən, buyurmadığı şəkildə insanın bu şəkildə dəstəmaz alması dinə yenilik gətirməkdir. Peyğəmbər sallallahu əleyhi və səlləm ki, kim əgər bizim bu işimizə, bizim bu dinimizə bir yenilik gətirərsə, o ondan rədd olunar, ondan qəbul olunmaz. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm necə dəstəmaz alıbsa, Allah necə əmr edibsə o şəkildə dəstəmaz almaq lazımdır. Yəni bu tərtibə ardıcılığı pozmaq olmaz. Və növbəti məsələ isə müvalət məsələsi. Yəni müvalət odur ki, fasiləsizlik. Yəni insan dəstəmaz aldığı zaman maksimum dərəcədə çalışmalıdır ki, arada fasilə yol verməsin. Yəni misal üçün üzü qurumamışdan qabaq qolunu yusun, qolu qurumamışdan qabaq başına məs çəksin və belə yəni hər hansısa bir bədən üzvü dəstəmaz əsnasında yəni onun qurumamasına çalışmalıdır. Və təbii ki, bəzi elm əhli bunu vacib görməyiblər. Deyiblər ki, qurumaqda heç bir problem yoxdur. Yəni insan qollarını yumazdan əvvəl
onun üzü quruyarsa, rahat şəkildə qollarını yumaqdan davam edə bilər. Və yaxud da sağ qolu quruyub və deyiblər ki, müvalətin vacib olmadığını deyənlər deyiblər ki, sol şəkildə, yəni rahat şəkildə sol qolunu yuya bilər. Lakin düzgün olan, səhih olan fikir odur ki, Allah daha doğrusunu bilir, müvalət fasilə verməmək labüddür dəstəmazda. Yəni, insan dəstəmazda fasilə verməsin üzvlər arasında. Yəni, imkan verməsin ki, hər hansısa bir üzvü qurusun. Qurumamış digər üzvünü yumalıdır, qurumamış digər üzvünə keçid almalıdır. Əgər bir əməl, yəni vahid ibadətdirsə və şəriətdə toplu bir formada qeyd olunubsa, qeyd olunduğu kimi də yerinə yetirilməlidir. Yəni, dəstəmaz bir ibadətdir və deməli, toplu şəkildə yumaq buyurulub, üz, qollar, başa məs çəkmək, ayaqların yuyulması. Ona görə bunlar hamısı elm əhli qeyd edirlər ki, toplu şəkildə olmalıdır. Yəni, bir anda olmalıdır. Yəni, əgər insan bunu hissələrə bölsə, aydındır, tutaq ki, saat 2-də üzünü yuyur, 3-15 dəqiqə qalmış qollarını yuyur, 3-ün yarısı başına məs çəkir, 3-15 dəqiqə qalmış ayaqlarını yuyur. Yəni, bu artıq belə fasilə vermək, artıq yəni, bu şəkildə hissələrə bölmək vahid bir ibadəti, yəni, Peyğəmbər sallallahu aleyhi ve sellemin gətirdiyinə əks olur belə bir şəkildə dəstəmaz almaq. Müxalifdir belə bir şəkildə dəstəmaz almaq. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem ki, kim bizim bu işimizə, dinimizə uyğun olmayan bir əməl eləyərsə, ondan rədd olunur, qəbul olunmaz. Yaxşı, bəs fasilə, yəni necə hasil ola bilər? Yəni, insan nə vaxt fasilə versə, onun dəstəmaz alması keçərlidir. Alimlər qeyd edirlər ki, bir üzvün yuyulmasını ondan əvvəlkinin nə isti, nə də soyuq olmayan müətədil, orta bir havada, zamanda qurumasına qədər gecikdirməməkdir. Yəni biz bilirik ki, əgər hava şiddətli isti olarsa və ya külək əsərsə, üzvlər sürətlə quruyur. Aydındır və burada inşallah ki, həmən insan üzürlüdür. Yəni, onun dəstəmazı keçərlidir. Çünki səbəb var, hərarətli isti, yəni insan üzünü yuyur, həmin o günəşin istisi, külək dərhal üzünü qurudur və belə bir insan qolunu rahat şəkildə yuya bilər, sağ və sol qolunu rahat şəkildə yuyub dəstəmazına davam edə bilər. Aydındır. Ona görə alimlər deyiblər ki, müətədil, yəni orta bir hava temperaturudur. Yəni, misalsa evdə deyək də, belə bir halda uzun fasilə yol vermək olmaz. Uzun fasiləyə yol vermək olmaz. Yəni, əzaları gecikdirmək olmaz. Arxasınca yumaq lazımdır. Yaxşı, bəs bu fasiləsizlik, yəni insanın fasilə verməsi dəstəmaz aldığı zaman üzvlərində acizlik səbəbindən düşür, yoxsa ki, yox. Elm əhli qeyd edir ki, əgər bu fasiləsizliyi qorumaq qeyri-mümkün olarsa, misal olaraq, bir kəs dəstəmaz aldığı zaman su kəsilərsə və suyu tapmaq üçün başqa yerə gedərsə və belə bir halda deyirik ki, fasiləsizlik, yəni onun bu şəkildə fasilə verməsi onun üçün artıq nədir? Bir üzürdür. Onun bu üzrü keçərlidir. Ya tutaq ki, üzünü yuyur, su kəsilir. Allahın qədəridir, hər bir şey ola bilər. Su kəsildi və insan su axtarmağa çıxdı. Axtarır. Bir müddətdən sonra suyu tapır. Və belə bir halda alimlər qeyd ediblər ki, yəni bu fasilə vermək onun üçün keçərlidir. Yəni qolundan rahat şəkildə dəstəmazını davam edə bilər. Və yaxud da elə bir su tapıb ki, ondan sonra da dəstəmaz almaq istəyənlər var. Lakin əldə olan suyu 300 milliqramdır. Aydındır. Yenidən başlasa, yerdə qalan 2-3 nəfərə su çatmayacaq. Ona görə də burada həmçinin başqa bir üzr var ki, yəni insan başqaları üçün suyu saxlayır və özü harada qalmışdırsa əvvəl o hissədən davam edir. Ona görə Allah buyurur ki, Allahdan gücünüz çatan qədər qorxun. Allahdan bacardığınız qədər qorxun.
Və bu məsələnin bir tərəfi. Digər tərəfi isə dəstəmaz aldığımız zaman paltarında insan bir nəzasət görərsə, misal üçün, tutaq ki, insan üzünü yuyandan sonra qolu sağ əlini dirsəyə qədər yuyanda görür ki, paltarın üzərində bir uşağın siliyi var və yaxud da digər yəni ifrazatı var, nəcisi var və onu yumağa başlayır və bundan məşğul olur. Üzünü yuyub qurtarıb, indi sağ əlini dirsəyinə qədər yumalıdır. Və belə bir halda artıq uzun fasilə verilərsə, üz quruyarsa artıq, alimlər qeyd ediblər ki, belə bir halda dəstəmaz yenidən alınmalıdır, təzədən başlanmalıdır. Çünki həmin nəzasətin təmizlənməsi, paltardan təmizlənməsi onun dəstəmazla birbaşa əlaqəsi yoxdur. Aydındır? Yəni, namazla birbaşa əlaqəsi var. Belə bir paltarda namaz qılmaq olmaz. Yuyulmalıdır və yaxud da dəyişilməlidir. Amma bunun dəstəmazla birbaşa əlaqəsi yoxdur. Ona görə belə olduğu halda alimlər deyiblər ki, əgər birdən üzü və yaxud da qolu qurusa, dəstəmaz yenidən alınmalıdır. Və başqa bir misal, əgər bir insan yəni dəstəmaz almağa başlasa və dəstəmaz əsnasında əlində bir boya ləkəsi tapsa və onu su ilə yumağa və dırnağı ilə qazmağa çalışsa, lakin ləkə getməsə, sonra onu aparmaq üçün, onu oradan qaldırmaq üçün benzin və yaxud da digər həll edici maddələr axtarmağa getsə və bu vaxt o yəni fasiləsizlik kəsilsə, yəni tutaq ki, insan belə deyək də üzünü yudu, sağ əlini dirsəyinə qədər yuyanda gördü ki, qolunun yəni bir hissəsində kraska var, rəng var. Və başladı bunu aradan qaldırmağa və getdi yəni həyətin bir küncünə, oradan bir benzin tapdı, benzinlə həmən hissəni təmizləməyə başladı, amma üz quruyub. Yaxşı, bu halda insan nə etməlidir? Geri qaydanda əllərindən, yəni qollarından davam etməyə başlayır dəstəmazı, yoxsa ki, yenidən başlamalıdır. Və elm əhli buyurur ki, yəni belə halda o keçmişin, yəni dəstəmazın əvvəlinin üzərinə bina eləyir, yəni qaldığı yerdən davam edir. Üzünü yuyub qurtarmışdı, başlayır qollarını yumağa, sağ əlini dirsəyinə qədər yumağa. Və bu məsələni, bu qeyd edildiyimiz məsələdən, əvvəlki məsələnin arasındakı fərq bundan ibarətdir ki, nəzasəti təmizləmək arasındakı yəni fərq. Yəni bu boya ləkəsini təmizləmək ibadətin özü ilə, yəni dəstəmazın birbaşa özü ilə əlaqədardır. Amma paltardan nəzasətin təmizlənməsi məsələsi isə dəstəmazla əlaqəli deyil. Və həmçində burada bir məsələ var. Əgər biri soruşsa ki, məsələn, qolunda bir nəzasət olsa, tutaq ki, uşaq yəni hər hansısa bir nədir sonra ifraz eləyib və dəstəmaz alan şəxs onu təmizləməyə başlasa və bu iş uzun uzadı çəksə, hansı ki, üz artıq quruyub, üzünü yuyub, əllərini dirsəklərə qədər yumaq istəyəndə görür ki, qolunda belə bir şey var, onu aradan qaldırmağa çalışır və üzü quruduqda soruşula bilər ki, mən indi dəstəmazı təzədən başlamalıyım, yoxsa ki, qollarımdan davam edə bilərəm. Bu məsələnin təfsilatı var. İbn Hüseyn Rahimullah buyurur ki, əgər nəzasət suyun dərini islatmasına mane olursa, necə ki, biz əvvəldə yəni boya məsələsində dediyimiz kimi, əgər o məsələni anladıqsa, bunu da inşallah başa düşəcəksiniz. Əgər dəriyə çatmasına mane olursa, burada artıq nədir? Həmin o fasiləsizliyin pozulmasına bir problem yoxdur. Üz qurusa da belə, əgər insan o suyun dəriyə çatmasına mane olan şeyi aradan qaldırmaqla məşğuldursa, aradan qaldırılandan sonra rahat şəkildə qaldığı yerdən başlaya bilər. Çünki bu qeyd edilir ki, yəni dəstəmazın özü ilə məşğul olmaqdan sayılır. İkincisi, əgər nəzasət suyun dəriyə çatmasına mane olmursa, yəni adi bir belə deyək də, yəni sidikdir, dəyib insanın qoluna və yaxud da yüngül bir nəcisdir və bu zaman insan əgər bununla məşğul olarsa, yəni artıq hər hansısa bir üzvü quruyarsa,
misal olaraq üzü quruyarsa, bu artıq yəni problemdir. Yəni insan artıq bunu dəstəmazdan təzədən başlamalıdır. Çünki belə deyək də, bunun aradan qaldırılması zaten həmin o nəcis, insanın məsələn qolunda olan o bulaşıq, uşağın ifrazatı, onun suyun dəriyə çatmasına mane olmur. Yəni su dəriyə çata bilər. Yəni su yenə də o insanın əlinin, qolunun üzərində olsa da, su rahat şəkildə dəriyə çatır, amma insan özünə bununla məşğul eləyib. Yəni artıq burada geniş fasilə olub, əgər üz quruyarsa, dəstəmaz yenidən alınmalıdır, yenidən başlanmalıdır. Yəni bir kimsə üzərində suyun dəriyə çatmasına mane olmayan bir nəzasət varkən, dəstəmaz alsa, dəstəmaz səhihdir və sonra nəzasəti təmizləməyi tamamlaya bilər. Yəni dəstəmaz alıb qutarandan sonra həmin o bulaşmış hissəni, nəcis olan hissəni aradan qaldıra bilər. Hər bir halda bu məsələnin təfsilatı idi. Uca Allah bizləri eşidib yaxşısını tabi olanlardan etsin. Subhanəkəllah bihamdikə əşhədu en la ilahə illə ente estəğfiruke